Bu əməliyyatlar zehni və fiziki baxımdan cərrahı yora bilsə belə, amma mənəvi baxımdan ən çox istirahət etdiyi əməliyyatlardır. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Ümumiyyətlə cərrahın fiziki baxımdan yorulduğu, amma mənəvi baxımdan istirahət etdiyi əməliyyatlar toplusu xüsusən patologiya söykənən, yəni xəstəlik və qüsurlarla əziyyət çəkən bir insanı bundan azad etmək naminə etdiyi əməliyyatlardır. Yəni, xüsusən bərpa əməliyyatlarıdır. Misal üçün, anadan gəlmə, bu əməliyyat çox qısa əməliyyat ola bilər, bu əməliyyat çox uzun zamanda çəkə bilər. Misal üçün, anadan gəlmə qüsuru olan xırda bir əməliyyat misalı gətirəcəm. Misal üçün, anadan gəlmə qüsuru ola bilən bir ptoz əməliyyatı. Düşünün, bu bir xanımdadır, gənc bir qızdadır. Gözünün birinin bağlı olmağı, bunun gələcək həyatının nə qədər uğursuz olmağına mane olan əlamətlərdən biridir. Bu ptoz əməliyyatının uğurlu nəticəsi o xanımın bütün dünyaya baxışını, dünyaya özünü təqdim etməyini dəyişəcəkdir və gələcək arzuladığı həyatı daha əlçatan edəcəkdir. Yəni, bu əməliyyatlar zehni və fiziki baxımdan cərrahı yora bilsə belə, amma mənəvi baxımdan ən çox istirahət etdiyi əməliyyatlardır. Yaralanmalar, politravmalar, kəskin travmalardan sonraki hər hansı bir orqanın ətrafını və yaxud da itirmək təhlükəsi olan hallarda həmin orqanın ətrafının, travma bölgəsinin daha sağlam vəziyyətə yaxın bərpası uzun zaman vaxt çəksə də mənəvi baxımdan cərrahın ən çox istirahət etdiyi əməliyyatlardır. Yəni, bu siyahını beləcə uzatmaq olar.